Hazırda olduğunuz vəziyyətə gəlmək üçün çox əziyyətlər çəkmisiniz. Hətta bir zamanlar pələşki də satmısınız. Sizin kimi insanların həyat hekayəsi ümidi üzülmüş insanlara müsbət təsir göstərir. Onlara burada nə demək istəyərdiniz? Mənim iki təsirim də var, mühasibatçıyam. Peşman da deyiləm, işlədim bir ara, gördüm bu iş mənlik deyil da. Mənim palıçkamla avansım mənim ayın axınacan görmürdü. Artıq uşaq da dünyaya gəlirdi, adı çətinləşirdi. Mən gəldim müdürün yanına, dedim ki, mən getmək istəyirəm bu işdən. Mən nə vaxtacam mən belə ləlün gündə qalacam da. Mən kişiyəm, mən evə yaxşı girmək istəyirəm. Belə girmək, mən artıq yorulmuşam belə girməkdən. Mən yorulmuşam, mən qaynanam, Simitam özünün... Bəli, sağlatdıq. Mənim qaynanam elmi işçiydi, onlara talonlar verirdilər. Onu çəkirdi evdə. Bankanın belə gücü ona çatırdı da, bizə getirdi. Mən ona utanırdım, qızım. Niyə o mənə getirməlidir ki? Niyə mənim qaynatam gələndə bizim soyuducunu açıb yoxlamalıdır ki, üzr istəyirəm, mənim qızım da yəni ki canlıdır, sən soyuducu borçludur. Demirdim sən, o mənə heç demirdi ki, sən necə kişisən. Onun soyuducu açması mənə hər şey deyirdi. Fikirləşdim, oturdum, dedim ki, mən neynəməliyəm, çıxmalıyım mən bu vəziyyətdə. Mən cəmatın qızını alıb gətirmişəm. İşdən çıxdım mən, getdim mən kafelərə. Onda belə kafelər deyildi, müasir qəşəng, belə şey yox idi ki, siz əla şəraitdə yaşayırsınız. Orada kafelər var, torpağın üstündə bir dənə sintezator qoyurdular. Mikrofonla oxuyurduq ki, bizə kimsə gələcək, oradan nəsə verəcək. Toz torpaq da oxuyuruq, oynayanlar da ağzımıza gedir, toz torpaq da torpaqlıqdır. Məqsəd, dedim, indisə məqsəd, məqsədim var idi. Və gəldim ki, mən o uşaqları dünyaya gətirmişəmsə, mənim evdə oturmağa, fikirləşməyə ixtiyarım yoxdur. Mən iş görməliyəm. Ofisiant da işləmişəm mən. Qab da yumuşam, işimə görə qızım, pul qazanmağı üçün. Axırda mənə qaynatan, birisi nə dedi? Sən yaxşı oğlansan. İndi də deyir mənə o. Deyir ki, sən deyir, çıxdın da, vəziyyətdən çıxdın. İndi mən istəyirəm belə gənclərimiz olsun, amma məqsədli bir işləri olsun. Heç vaxt birdən-birə olmur dövlətlənmək, dama-dama olur, əziyyətlə olur, onda rahat olursan. Mən bugün evimdə çox rahatam, yatıram. Sizə də arzu edirəm ki, halal qazanın, amma tez soyumayın da, bugün olmadı, olmadı. Yox, elə deyil, olacaq. Allah məqsədli insanları sevir. Amma bugün şükür Allaha, hər şeyimiz də var normalda, şükür Allah.